Cəmiyyətimizin müasir problemlərindən biri də insanların gündəlik həyatına təsir göstərən yanlış inanc və praktikaların, xüsusilə falçılıq və cadugərliyin ictimai rifaha mənfi təsirlərini bu yazıda geniş şəkildə təhlil etməyi vacib bildik. Belə halların aradan qaldırılması üçün elm, təhsil və maarifləndirmənin vacibliyi əsasdır. İnsanları aldatmağa, psixoloji manipulyasiyaya məruz qoyan və ümumi dəyərlər sistemimizi zədələyən xurafatçılara qarşı ictimai maarifçiliyi artırmalı və elmi mübarizədə aktiv olmalıyıq. İlahiyyatçı Tural İrfan Analog aza falçılıq, cadugərliklə bağlı geniş danışıb. Falçılıq səmavi dinlərin hamısında qadağan edilib. Cadu, sehr, tilsim kimi əməllərlə məşğul olmaq böyük günahlardandır. Son zamanlar sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi şəxslər sadəlövh insanları aldadaraq onlara qarşı dələduzluq əməlləri törədirlər. Bu yolla qazanc əldə edənlər düz yolda deyirlər və bu cür fəaliyyətlərindən əl çəkməli, özlərinə halal peşə seçməlidirlər. Həmin insanlar birmənalı olaraq anlamalıdır ki, artıq orta əsrlərdəki cəhalət dövrü deyil, bugün elm, təhsil və savad dövrüdür. Məişət və sosial problemlərlə üzləşən insanlar onların falçılar tərəfindən həll ediləcəyinə inanaraq bu ümidlə müraciət edir. Lakin nəticə əksər hallarda daha da ağırlaşır, ya aldadılır, ya da psixoloji təzyiqə məruz qalaraq əlavə gərginlik yaşayırlar. Sosial şəbəkələrdə bu cür mövhumat xarakterli əməllərin təbliğ olunması da qadağan edilməlidir. Bəziləri bu sahəyə maraq oyadacaq təbliğat aparır ki, bu da çox ciddi təhlükədir. Falçılar və cadugərlər illüziya və psixoloji təsir vasitəsilə insanları aldatmağa çalışırlar. Hindistan, Babilistan və Misir kimi sivilizasiyalarda sehr vasitəsilə qeyri-adi işlərin görüldüyü iddia olsa da, müasir elm sübut edir ki, bu hadisələr yalnız kimyəvi və fiziki qanunların təsiri ilə baş verən adi təzahürlərdir. Həzrət Məhəmmədin dövründə Müseylimə adlı bir yalançı peyğəmbər kimyəvi maddə ilə manipulyasiya edərək cəmaatı aldadırdı və nəticədə insanlar bu illüziyanı möcüzə kimi qəbul edib ona iman gətirirdilər. Bu cür halların qarşısının alınması üçün cəmiyyətimiz elmə, təhsilə və maariflənməyə yönəlməlidir. Xurafatla mübarizə yalnız bu yolla mümkün olacaqdır. Tikintisinin yer-yarımçıq qalmasına olunmuş bir əməl zadıdır. Buna baxın, gətirib hörgüsünün içinə qoydular ki, bu obyekt başa vurmasın. Əməl zadı ilə bu obyektin tikintisini dayandırıbdılar, işini dayandırıbdılar ki, bu obyektə iş getməsin. Buna baxın, əməl zadı ilə bir obyektin işini dayandırırlar. Ay Allah.